Ben çok heyecanlıyım. Ama çok yakından çıkmam ama. Niye? Yeni bir yapır olmayayım da. Şöyle git. Böyümür Rəna. Dırnağın yəni dırnaq yoxdur. Bax. Aa, ne kadar geniş oldu. Canım ama sen çok seviyorum. Mən də səni çox sevirəm. Şükür sen oldun dırnak ustası. Hı. Her gün dırnakları pozlarında diyecek. Mama. Gittin. Aa, değişirli dırnaklarım biraz. Mama. Hı. Beyazlar kimindi? Mənim. Bu niyə gəlib bura çıxıb? Bilmirəm. Sen bana gel vuracaksan de. o Yox, gelir. ay yox, yox. Ne olur ki yok. Gel olmaz axı sənə. Ay da mama. Sen çok seviyorum. Mən də səni çox sevirəm. 256 dəfə biz bunu deyirik də. Səni çox sevirəm, səni çox sevirəm. Böyür ha. Bəs sen o şampuandan vuracaksan. Köpük. Ha, ne olur biraz sanda. Susmaq bilmədim. Ustacıq. Rəna, sən niyə ruscan danışdın? Gimnastika necə keçdi bugün? Allah. Bir əllə kalisopoz da çox çətindir. Yəni belə pişik görəsən, öyle bu belə görəcəksən. Az yox. Bax incitmir. Ha? Bismillah. Gəl bunu bir dənə videoda göstərək. Birdən elə bilərlər məsələn manikür eləyirəm. Deməli, Rənanın bax bu hissələrində ətlər çoxdur. Sadəcə onları götürməyə çalışacağam. Sən mənim 15 yaşımda manikür edəcəksən? İnşallah. Mən bunu təmizləyirəm, bu axırıncı dəfə olsun. Dənizə gedəndə vuracaqsan da. Mən də dənizin ayındayım. Danış da. Aa, ne danışım ki? Hər vaxt deyirsən, Rəna bir dəqiqə sus da. Mənim başım ağrıdı, gəl sən danış. Aa, Buyur. ne qəşəng. Telefonuma gətirərdim belə hiç baxardım videoları. Lazım deyil, qoy telefon qalsın biraz. Qoydum dostum. Uşaqlar, əgər siz manikürə getmisinizsə, kommentariya yazın. Mən getmişəm. Nərmin xanım, mənim mamam. Bu da Rəna seçdiyi rənglər. Bəs niyə simdə olur gec, məndə tez? Çünki simidə qaynaqdır. Bunu hamısını onda başlayaq. Ən azından biraz dəyişiklik oldu. Bitti. Bye bye.